Deməli, əziz valideynlər, bunu bir daha izah edirəm. Burada bizdə 14-dən çıxırıq 8. 14 nə deməkdir? 10 üstə gələk 4 deməkdir. Düzdür uşaqlar? 14 nə deməkdir? 10 üstə gələk 4. 14-dən neçə çıxsam 10 eləyər. 14-dən 4'ü çıxsam 10 eləyər. Deməli 14'dən 4'ünü çıxdım. Bizə 10'a tamamlamaq lazımdır. Düzdür? 10'a indirmək. Sonra ədə düşdüyünü eləyirik. 8'dən çıxırıq 4 neçə eləyir? 8'dən 4 çıxanda. Tez ol Məhəmməd. 4. Aferin. Yazdım bura 4'ü. İndi hesablayırıq. 14'dən çıxırıq 4 elədi 10. 10'dan da çıxırıq 4 elədi 6. Aferin. Və salam. Cavabımız oldu 6. İndi birini də eləyək. 11'dən çıxırıq 4. 11'dən neçə çıxsam 10 eləyər? 1. Düzdür. Yazdım bura 1. İndi bunu doldurmaq üçün 4'dən 1 çıxanda neçə eləyir? 3. Aferin. İndi 11'dən çıxdıq 1 elədik 10. Düzdür. Ondan da 3 çıxanda neçə eləyir? 7. Aferin. İndi anladınız? Məhəmməd sən qulaq asmırsan. Başa düşdünüz nə demək istəyirəm? Uşaqlar 10'a qədər yendiririk, sonra hesablayırıq.